Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Bugünkü imtahanın, yəni 9 mart buraxılış imtahanının suallarına sizinlə nəzər salaq. Deməli, 31-ci sualda cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Uyğunluğu soruşur. Qarşı tərəf buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı. Deməli, burada tərəf isim kimi işlənib, çünki suala cavab verir. Və bu əsas hissəsi oldu. Qarşısına yazırıq isimdir. Daha sonra maşın saat 2-də şərqə tərəf yol aldı. Burada isə artıq sözü qoşulub, ayrıca suala cavab vermir. Ona görə də burada tərəf sözü qoşma kimi işlənib və biz bilirik ki, tərəf sözü amonimdir. İndi baxaq, sözə qoşularaq mənaçalar yaradır. Əlbəttə ki, 2-yə gedəcək. İfadə olunan fişə münasibət bildirir. Bu modal sözə aiddir, heç birinə aid deyil. B olan variantları çıxa bilərik. Daha sonra 2-yə A olan variantları saxlayırıq. Leksik mənası var. Əlbəttə ki, ismə gedər, yəni 1-ə olar C. Daha sonra yalnız qrammatik mənası var. Qoşmaya gedir. Yəni 2-yə olacaq, deməli D. Cavabımız artıq bəllidir. Yenə o birisləri oxuyaq. Cümlə üzvləri arasında əlaqə yaradır. Bu da bağlayıcıya aiddir. Ona görə də heç birinə getmir. Və cavab 1-ə C, 2-yə A-dir. Yəni olur C variantı. Daha sonra demişdim bu tipdə bir sual düşəcək və həqiqətən də düşdü. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, nə məqsədə? Sual buradan çıxır, ümumiyyətlə 2 ilə bağlanıb, baş cümlə birincidir. Gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Yazaq hətta, deməli baş budaq sxeminə uyğundur. Elə bu işarə düzdür, bunu çıxaran bizdən səhv soruşur. Budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanıb. Bəli, doğrudur, tabiilik bağlayıcısından bağlanıb, bunu da çıxaram. Həm baş, həm də budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə edilib. Bu, bəzən şagirdləri çaşdırır. Sintaktik əlaqənin ümumiyyətlə 2 növü var. Bir, tabiilik, bir də tabiisizlik əlaqəsi. Və burada biz birinci hissədə, məsələn, tabiisizlik əlaqəsi harda olurdu? Tabiisiz mürəkkəb cümlənin tərkib hissələri arasında. Bir də həmcins üzvlər arasında. Biz burada heç birini görmürük. Bir dənə o bir tərəfdə var, azad və xoşbəxt yaşasınlar. Ona görə də birinci tərəfdə, yəni baş cümlədə yoxdur. Sırf ona görə cavab elə C variantı olacaq, səhvdir. Həm baş, həm də budaq cümlə feil xəbərlidir. Biz bilirik ki, feil xəbər feilin təsriflənən formalarına ifadə olunur. Bəli, feilin təsriflənən formasıdır. Yaşasınlar da feilin təsriflənən formasıdır. Deməli, bu da doğrudur. Baş və budaq cümlələri müəyyən şəxslidir. Bəli, xalqımızın mərd oğulları mübarizəyə qoşuldular. Mübtədamız xalqımızın mərd oğullarıdır, müəyyən şəxslidir. Kim yaşasın, gələcək nəsillər, burada da mübtədamız var, müəyyən şəxsdir və cavab olur C variantı. Daha sonra 33-cü sualımız, uyğunluğu müəyyənləşdirin, isim birləşmə işlənib, feil birləşmə işlənib. Qəfildən səs eşidildi. Burada birləşmə yoxdur, nə edildi, eşidildi, nə səs, qəfildən də ki, zərflikdir, bu heç. A olan variantları çıxırıq. Düşmənin çirkin niyyətini dünyaya sübut etməliyik. Nə etməliyik, sübut etməliyik? Nəyi? Düşmənin çirkin niyyətini. Fikir verirsinizsə, bu 3-cü növ isim birləşmədir, düşmənin niyyəti. Deməli, isim birləşmə işlənib. 1-ə gedir B. 1-ə B olanları saxlayıram. Ya adı, ya C. Sən bunu mu deyirdin? Deyirdin xəbər, kimsən, nəyi, bunu mu? Bu da tamamlıqdır. Yəni, burada söz birləşməsi yoxdur. C-ni də atırıq. Cəmil gedərkən uşaqlar yuxulu idilər. Burada cəmili bəzi uşaqlar mübtədə götürüb, amma necə idilər, yuxulu idilər? Çünki birinci xəbəri tapmalıyıq. Sonra kim yuxulu idi? Uşaqlar, nə zaman? Cəmil gedərkən. Bu feili birləşmədir və əsas tərəf feili bağlama olduğu üçün bu artıq feili birləşmədir. Ona görə də 2-yə gedəcəkdir. Təşkil edilmiş bu sərgidə rəssamlar da iştirak edirdilər. Təşkil etmək, bu feili birləşmə deyil, bu mürəkkəb feildir. Ona görə də buna baxmırıq. Bu sərgi, özdə şagirdlərimə demişdim, imtahandan bir gün əvvəl, bəzən işarə vəzli ilə birləşən sözləri bir söz birləşməsi kimi görmək istəmirik nədənsə. Amma yəni bu söz birləşməsidir, birinci növ isim birləşmədir bu sərgi. Ona görə də isim birləşməyə gedir, yəni 1-ə gedir B-yə, 2-yə isə D və cavabımız olur elə A variantı. Daha sonra buraları silək. Deməli, verilmiş cümlələrdə zərfin mənacı hansı növlər işlənib? Zərfin və mənaca növləri. Biz kəndə çatanda meşədəki torağayların səsi güclə eşidilirdi.
Bəziləri kəndə çatandanı götürür, amma bu zərflikdir uşaqlar. Bizdən zərf soruşur, nitq hissəsi zərf. Və burada güclə, necə nə tərzdə, az qalsın mən də zərfli olaraq şəhər eləyirdim. Burada güclə sözü zərfdir və tərz hərəkət zərfidir. Tərz hərəkət olmayanları çıxıram. Cavanşir bir qədər dincəlib yoluna davam etdi. Bir qədər dincəlib. Dincəlməyin nə qədər olduğunu bildirir. Bu da kəmiyyətdir. Əlbəttə ki, zaman deyil, tərz hərəkət. Şagirdimiz yer yazıb, amma əlbəttə ki, səhvdir və 34-də cavab olacaq D variantı. Əlbəttə ki, burada yer zərfi yoxdur. Yəqin yoluna sözünü götürüb, amma uşaqlar yol isimdir. Yer zərfləri irəli, geri, aşağı, yuxarı, sağa, sola və s. bunlardır. Daha sonra hansı sırada bütün sözlərin yazılışı səhvdir? Düşkün ki olmalı idi. Kokteyldə yığılı olmalı idi, yəni yığımız əksikdir. Alayarımçıqda defsən olmalı idi. Biz bilirik ki, ala açıq sözləri sifətin çoxaltma dərəcəsini yaradanda defsinə yazılır. Elə cavab A variantıdır, yəni bu səhv yazılıb. Daha sonra 36. Söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənmişdir? Deməli, həm söz sırası pozulsun, həm sadə, həm də mürəkkəb isim işlənsin. Aha, axtaraq. Deməli, doğrusu qohum-əqrabanın sözləri mənim də beynimə batır, yoldaş. Burada yoldaş xitabda çaşdırmaq üçün axırda veriblər ki, bəlkə siz bunu inversiya götürəsiniz. Amma xitab o mübtədadır, axırda gələ bilməz də. Yəni, daha doğrusu gələ bilər, amma söz sırasının pozuntusu sayılır. Amma burada xitabdır və xitab yeri sərbəstdir. Yəni, əvvəldə də gələ bilər, ortada da, axırda da. Bu inversiya deyil, burada inversiya yoxdur. Çünki nə edir? Beynimə batır. Nə? Qohum-əqrabanın sözləri. Mübtəda xəbər öz yerindədir. Bu xəbəri eşidər-eşitməz hər kəs təlaşla binanı tərk etdi. Yenə tərk etdi kim? Hər kəs. Nə zaman bu xəbəri eşidər-eşitməz? Necə təlaşla? Haranı? Binanı. Burada həm də mürəkkəb isim yoxdur onsuz da. Bu da getdi. Daha sonra C-də bəs kimə yetişəcək o bağ-bağçanın qazancı? Burada yenə burada var əslində, inversiya var, yetişəcək. Əvvəldə gəlib xəbərimiz. Bir də nəyi soruşurdu bizdən? Həm sadə, həm də mürəkkəb isim olsun. Mürəkkəb isim var, sadə isim, qazanmaq, qazanc düzəltmədir. Ona görə bu da getdi. Açıldı bayraqlar. Aha, bayraqlar, sadə isim tapıldı. Boruda həmçinin, fələk həmçinin. Vurhavurda mürəkkəbdir, bu da isimdir. Bəli, mürəkkəb və sadə isim tapdıq. Və həqiqətən inversiya da var. Fələk görməmişdi bu vurhavuru. Belə olmalı idi ki, fələk bu vurhavuru görməmişdi. Yəni, görməmişdi, axırda gəlməli idi. Deməli, inversiyamız da var. Hər şey qaydasındadır. Cavab D variantıdır. Sevgi əzəl gündən sevir baharı. Baharda insanlar arzuya çatır. Burada isə mürəkkəb isimimiz yoxdur. El avtomatik bunu çıxa bilərik. Daha sonra 37-də. Hansı cümlədə tamamlıq söz birləşməsi ilə ifadə olunmamışdır? Diqqətli olaq, olunmamışdır deyir. Deməli, baxaq, bu meyvələrin hamısını Məmməd Həsən əminin bağından dərmişik. Nə etmişik, dərmişik, kim biz? Nəyi meyvələrin hamısını? Elə tamamlıq söz birləşməsinə ifadə olunub da, haradan? Məmməd Həsən əminin bağından. Bu heç onsuz tamamlıq deyil. Vaqif, bu adamların çoxunu tanımıram. Nə edirəm, tanımıram. Kim, mən? Kimi tanımıram? Adamların çoxunu. Bu da tamamlıqdır və üçüncü növsin birləşmə ilə ifadə olunub. Hamı öz fikrinin doğru olduğuna inanırdı. Nə edirdi, inanırdı? Kim, hamı? Nəyə inanırdı? Öz fikrinin doğru olduğuna. Bu da söz birləşməsidir. Feil sifət tərkibidir. Bu da çıxırdıq plus mənsubiyyəti gördüyünüz kimi. Əcnəbi turistlər Şəkinin görməli yerlərini gəzdilər. Nə etdilər, gəzdilər? Kim? Turistlər. Hansı turistlər əcnəbi? Haranı gəzdilər? Şəkinin görməli yerlərini. Bunu bəlkə də şagirdlər yer zərfli olaraq götürüb. Amma biz demişik ki, haranı təsirli haldadır da, deməli. Və bu tamamlıqdır. Ona görə də tamamlıqdır və söz birləşməsinə ifadə olunub. Bunu da çıxırıq. Bu hadisədən sonra Sevil hər şeyi etiraf etdi. Nə etdi, etiraf etdi? Kim? Sevil. Nəyi etiraf etdi? Hər şeyi. Bu tamamlıqdır, amma hər şey söz birləşməsidirmi? Hər şeyi yada salaq. Biz harada keçmişik? Əvəzlikdə, qeyri-müəyyən əvəzlik, hamı, hər şey, heç kim, heç nə. Ona görə də deməli bu söz birləşməsi deyil. Bizdən də bunu soruşurdu. Tamamlıq söz birləşməmiz deyil. Ona görə də Y variantıdır. 38-də mübtədanın əlavəsi olsun, tamamlığın əlavəsi olsun və yer zərfliyinin əlavəsi olsun.
Deməli, Azərin atasına Amil dayıya məktub. Azərin atasına Amil dayıya məktub yazdıq. Nə etdik yazdıq? Kim biz? Kimə? Azərin atasına. Yəni Amil dayıya. Deməli, tamamlığın əlavəsi işlənib. 2-yə gedir A. 2-yə A olan variantları saxlayaq. Aha. Daha sonra 2 gündən sonra Cavadı yeni mühəndisi nazirliyə dəvət etdilər. Nə etdilər? Dəvət etdilər. Kim onlar? Kimi dəvət etdilər? Cavadı. Tamamlıqdır. Yeni mühəndisi. Bu da onun əlavəsidir. Deməli, tamamlığın əlavəsidir. 2 həm də gedir B. Elə 2-yə AB olan variantımız B variantındadır. Yenə də o birislərə də baxaq. Bizim evimiz mənzərəli bir yerdə göl qırağında idi. Harada idi? Mənzərəli bir yerdə idi. Bu xəbərin əlavəsidir. Ona görə də deməli bunu götürməyəcəyik. Sonra qrupun yeni rəhbəri gənc qız görüləcək işlərdən danışdı. Nə etdi? Danışdı. Kim? Qrupun yeni rəhbəri. Yeni gənc qız mübtədanın əlavəsidir. Birə gedəcəkdir. Anar kəndə, bu doğma boya tez-tez gəlirdi. Nə edirdi? Gəlirdi. Kim? Anar. Haraya? Kəndə. Bu da yer zərfli idi və onun əlavəsi də var. Ona görə 3-ə də gedəcək Y. Deməli, burada C variantı heç birinə getmədi. Çünki idi ilə bir yerdədir və bu xəbərdir artıq. O da xəbərin əlavəsidir. Daha sonra 39. Gözü su içməmək frazoru birləşməsi hansı mənaya uyğun gəlir? Adını deməyim, amma bunu bir şagirdim ən çətin sualları düz yazıb, amma gəlib bu sualda tamam başqa bir şey yazıb. Elə bu şagird kimi yazıb, səhv eləmirəmsə. Buradan da ona salamlar və saçını başı küləyə dalsın. Deməli, frazoru birləşməsi hansı mənaya uyğun gəlir? Gözü su içməmək nə deməkdir? Yəni, mənim səndən gözüm su içmir. Nə deməkdir? Mən sənə güvənmirəm, mən sənə inanmıram deməkdir. Əlbəttə ki, cavab B variantıdır. Bəyənməmək nə əlaqə, aldatmaq nə əlaqə, danlamaq, cəzalandırmaq nə əlaqə. Elə olanda ümumiyyətlə cümlədə işlədib tapmağınız daha məqsədə uyğundur. Müqayisə cədvəlinə əsasən doğru fikir. Aha, doğrunu soruşdu bizdən. Lazım şəkil təsdiqdə işlənsə də inkarda olmur. Niyə inkarda olmur ki? Özdə demişik inkarı bunun xüsusi bir vəziyyətlə düzəlir. Yəni deyil sözündən düzəlir. Yazası deyil. Ona görə bu səhvdir. Bizdən doğrunu soruşur. Bir olanları çıxıram. Gələsiniz sözü bu şəkildədir. Səhvdir. Çünki gələsisiniz demir. Kök və şəkilçi ayırsaq, gələsiniz deyir. Kaş gələsiniz. Bu arzu şəklinin şəkilçisidir. Bu da şəxs sonluğudur. Ona görə də bu arzu şəklində olmalı idi. Bu da səhvdir. 2-ni də çıxıram. 2 olanları da çıxırıq. Elə cavab A variantı qalır. Yenə əlbəttə ki, oxuyuruq. Arzu şəklində yazıb ki, kaş anar da gəlsin cümləsində feil bu şəkildədir. Yox, gəlsin. Nə olsun kaş var, amma gəlsin əmr şəklindədir. Kaş gələ desə arzu olardı. Bu da səhvdir. Bunu da çıxırıq. İsə köməkçi sözü buna qoşula bilmir. Bəli, yazasa demək olmaz. Bu doğrudur. Daha sonra cümlənin feili xəbəri olur. Əlbəttə ki, şəkillər feili xəbəri olur. Doğrudur. Məhsul növdə işlənə bilir. Əlbəttə ki, feilin bütün şəkilləri, yəni fərqli-fərqli qrammatik məna növlərində işlənə bilər. Cavab olur 4, 5 və 6. Deməli, mən də mətni oxudum və videonu dondurub yenidən qayıtdım. Deməli, bədii mətnimizdə 41-ci sualda deyir mətnə əsasən Fuad obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Deməli, Fuad obrazına bağlı doğru olanları seçməliyik. Universitetə daxil olmaq üçün biliyi kifayət etmir. Bilik söhbəti deyilik əslində, bu yanlışdır. Çünki hamı ona çox inanırdı. İmtahandakı uğursuzluqdan sonra zavodda işləmək məcburiyyətində qalır. İmtahandakı uğursuzluqdan sonra belə bir şey yoxdur əslində. Yenə də axıra qədər oxuyaq. Usta Səlimlə səmimi münasibət qurmağa nail olmuşdur. Aha, bəli, bu tamamilə doğrudur. İşin incəliklərini öyrənir. Bu da doğrudur. Çünki əgər onun ustadları onu tərifləyirsə, demək ki, işin incəliklərini də öyrənibdir. Yəni doğrudur. Ümumiyyətlə mətndə var bu. Deməli, cavabımız elə 3-4 olacaq. 2-yə yenidən baxsaq, 2-də deyirdi imtahandakı uğursuzluq. İmtahandakı uğursuzluq söhbəti yox idi. Ona görə də cavab olacaq 3-4, yəni A variantı. Daha sonra 42. 42-də deyir ki, hansı cümlədə mətndə üzərində rəqəm yazılmış sözlərdən heç birinin mənasına uyğun söz işlənməmişdir.
Üzərində rəqəm yazılmış sözlərə baxacağıq. Aha. Deməli, variantları oxusaq, əhvalının xoş vaxtında heç nə etiraz etməzdi. Almurad Çeviç hərəkətlə qalxıb ata mindi. Müğənninin səsi insana kədər gətirirdi. Rəisin təkidinə baxmayaraq şinelini götürmək istəmədi. Zavod sanki canlanmışdı, intensiv iş gedirdi. Üzərində rəqəm yazılmış sözləri tapaq. İsrarı. Anamın israrına fikir verməyərək, yəni təkidinə. Burada təkid sözünü görmüşdük. D variantı çıxır. Daha sonra 2 yazılanımız hansıdır? Daha sonra hüzün var idi. Hüzün kədər deməkdir. Burada elə kədər də görmüşdük. Aha, kədər gətirərdi. Bunu da çıxırıq. Daha sonra qıvraq, əvvəlki qıvraq davranışdan əsər qalmamışdı. Ovqatı da tez-tez korlanırdı. Ovqatı əhvalı tez-tez korlanırdı. Bunu da çıxırıq. Qıvraq hərəkəti, yəni çevik hərəkəti, çevik davranışından əsər qalmamışdı. Bəli, bu da olar. Sonra bir nə qalıb? Başqa üstündə rəqəm yazılmış sözümüz yoxdur. Ovqat sözündə. Bəli, başqa elə bir şey görmədik. Bizə dedik ki, rəqəm yazılmış sözlərdən heç birinin mənasına uyğun gəlməyən, onda Y variantı qaldı. Zavod sanki canlanmışdı, intensiv iş gedirdi. Sadəcə burada bəlkə 5 də var, amma gözümüzdən qaçır. Buna baxmaq istədim. Amma yoxdur. Bəli. Və cavabımız olur, deməli, Y variantı. Daha sonra 43-də. 43-də deyir ki, mətnə əsasən boşluqların yerinə yazıla biləcək cümlələrin ardıcıllığını müəyyən edin. Maraqlı sualdır. Deməli, birinci boşluğa baxaq. Briqada yoldaşlarım Qocaman, Usta Səlim, Muxtar, Əhəd işin incəliklərini mənə öyrətdilər. Ustalarının buna öyrətdikləridir. Bura nə artıra bilərik məsələn? Birinciyə. Onun əzabı ağırsı. Yox, bu deyil. Artıq zavodda işlədiyim bir neçə gün idi. Aha, əslən bu ola bilər. Çünki çox çətinliklə görmüşdü. Artıq zavodda işlədiyim bir neçə gün idi. Briqada yoldaşlarım Qocaman, Usta Səlim işin incəliklərini mənə öyrətdilər. Elə 2 ola bilər əslində. 2 ilə başlayanlara baxsaq, beynin arasında qalırıq. Daha sonra deməli o bir boşluqda cəhnədən aşır. Mən çoxdan özümə oxşamıram oğul. Görürsən heç əlimə açar da almıram. İndi baxaq. Aha, qabaqçı kimi işləyə bilmirəm. Barmaqlarım sözümə baxmır. Orada artıq görürük ki, o işindən artıq uzaqlaşmaq istəyir. Yəni qocaldığını və uzaqlaşmaq lazım olduğunu düşünür. Ona görə də 4 uyğundur. Elə cavab B variantı olacaq. O birisilərə də baxaq yenə də. Daha sonra bu kişi nə vaxt gedəcək desinlər. Sonra nə baş verir? Ustanı bu yoldan çəkindirməyə təşəbbüs göstərməyin mənasız olduğunu düşünüb sustum. Bura necə edə bilər? Onun əzabının ağrısına artıq zavodda faydasız olduğunu düşünməsini anlayırdım. Bəli, ona görə də sustum. Bu da uyğundur. Daha sonra növbəti boşluğumuz əsl kişilərlə çiyin-çiyinə çalışmağı, işləməyi öyrəndim. Ən əsası öz yerimdə olmağı öyrəndim. Bura nə yaza bilərik? Yəni, nə yazmalıyıq? İşləməyi öyrəndim. Ən əsası yaza bilərik. Ən çətin böhranlı vaxtımda əlimdən tutub mənə dəstək olan, qüvvət, mətanət saçlayan insanlar tanıdım. Elə cavab B variantıdır. Tamamilə doğru olur. Daha sonra 44. Mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Ustanın işdən getməsinin səbəbi. Bunun səbəbini müəyyən etmək mümkündür. Çünki artıq qocaldığını və insanların onun haqqında, yəni niyə getmir düşüncəsini istəmirdi düşünsünlər. Ona görə də biri düşünürüksə, biri çıxarıq variantlarımızdan. Qalır əlimizdə digər variantlar. Daha sonra ananın işdən çıxmasının. Orada yazmışdı anası bir neçə ay əvvəl işdən çıxıb, amma niyə çıxıb yox idi? Bunu götürərik. Fuadın zavodda işləmək qərarının səbəbi birinci il oxumaması. Fikir verməyərək qəbul imtahanına getməmişdi ona görə. Və bunun da səbəbi məlumdur. Sonra ananın övladlarını tək böyütməsinin. Niyə tək böyüdüb bilmirik. Yəni atasının nə olub, niyə tək böyüdüb, bu haqda məlumat yoxdur. Ona görə də 4 olacaq bir də. 2 və 4. Fuadın öz işi ilə bağlı məmnuniyyətini sevirdi, öz işini var idi. Ona görə də 2-4 olacaq cavab. Daha sonra 45-də.
Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, mətndə məlumat var, mətndə məlumat yoxdur. Baxaq, müəllimləri Fuadın gələcəyi uyğun fikirlər soruşurdu. Gələcəyi ilə bağlı yüksək fikirdə idilər. Mətndə bu haqda məlumat var, düzdür. Müəllimləri o haqda, hətta ustaları da müsbət fikirdə idi. Fuad zavodda maşın qayırma sahəsində çalışır. Maşın qayırma sahəsi olduğu bilinmir axı. Ümumiyyətlə bu səhvdir, çünki açar söhbəti var idi. Bu yanlışdır. Fuad zavoda gələndə usta Səlim düşünmüşdü ki, nə vaxt onu Fuad əvəz edəcək. Bəli, bu fakt olaraq onun nitqində var idi. 1-3-ü götürsək, elə cavabımız artıq bəllidir. Fuad ailənin yeganə övladı deyil. Bəli, orada yazılmışdı. Yoxsa yazmamışdı, qardaşım söhbəti olmalı idi. Qardaşımla məni tək böyütmüş, bəli, doğru yadımda qalıb. Deməli, bu səhvdir də, mətndə bu haqda məlumat var axı. Ustanın gedişindən sonra işçilərdən biri onun yerinə keçir. Belə bir şey yoxdur. Amma yoxdur altında yazıb, düzdür. Briqadanın digər üzvləri də qoca ustanın işdən getməsinə qarşı idilər. Mətndə belə bir məlumat yoxdur, ola bilər ehtimalı sayıca. Ona görə də cavab olacaq D variantı. Daha sonra 46. Deyir, mətnə əsasən əvvəlində işarə qoymuş ifadələrin mənasını müəyyən edib yazın. Deməli, əvvəldə işarə qoyulmuş ifadələrin mənasına baxaq. Deməli, birincimiz. Birincidə deyir ki, bu cümləni oxuyaq. Deyir, hətta övladların ali təhsil almasını arzulayan anamın sən oxumalısan nəsihəti də bu qulağımdan girib o bir qulağımdan çıxırdı. Əslində bunu biz çox işlədirik. Nə deməkdir? Bu qulağımdan girib o bir qulağımdan çıxırdı. Yəni, sözünə qulaq asmırdım da, nəsihətini dinləmirdim. Dinləməmək anlamındadır. Bizdən məcazi mənalı qarşılığını soruşur. Sadəcə ona bir dənə baxaq. Deməli, yox, sadəcə ifadələrin mənasını deyir. Ona görə də əgər bu və ya buna oxşar hər hansı məzmunda bir ifadə yazmışsınızsa, o zaman cavabınız doğru olmuş olur. Daha sonra nə var idi burada? Deməli, deyir, bu sentyabrda, bu abzası əvvəldən oxusaz mənasını üstə tutacaqsınız. Deyir, məktəbi bitirəndən sonra 2 sentyabra qarşılayıram. Bu sentyabrda birincidən fərqli olaraq uçmağa qanadım yoxdur. Deməli, keçən sentyabr bu oxumayıb, amma indi uçmağa qanadı da yoxdur. Yəni, uçmağa qanadım yoxdur nə demək olar? Yəni, məntiqlə nə yaza bilərik? Yəni, sevinmək mənasındadır. Artıq sevinirdi mənasındadır. Ona görə də deməli, buraya yazacaq, sevinirdi. Yəni, nə bilim, qanad açıb uçurdu. Yəni, sevinməyə aid hər hansı bir şey yazsaz, məcazi və yaxud da həqiqi fərq yoxdur. Razor birləşmə olaraq sinonimdə yaza bilərsiniz. Bu doğru cavab olacaq. Bir sözlə sevinmək məzmununda şeylər yazmalısınız. Yenə deyirəm, bunu əgər tapa bilməmişsinizsə, həqiqətən də deməli diqqətli olmaq lazım imiş. Sadəcə abzası oxuyub da tapa bilərmişsiniz. Çünki sonra da fəxrlə danışıldığı bilinir. Sonra deyir ki, bu bircə ildə çox şey öyrəndim, həyat məktəbi keçdim. Həyat məktəbi keçdim nə deməkdir? Yəni, çoxlu təcrübə qazandım. Çoxlu təcrübədən keçdim. Bax, bu məzmunda bir şeylər yazmışsınızsa, cavabınız doğru olacaq, başqa da yoxdur. Daha sonra mətnə əsasən cədvəli tamamlayın. Cədvəl, səhv eləmirəmsə, deməli, bu danışan adamın, hadisənin danışan da kim idi? Elə bunun özü idi də, Fuad obrazı idi. Buna aid nə xüsusiyyətlər deyə bilərik? Buna aid xüsusiyyətləri soruşurdu 47-ci sualda. Məsələn, demək olar ki, məsələn, xeyirli övlad idi, qayğıkeş idi, qayğıkeşdiyini yazmaq olar. Çünki anası deyir ki, mən anama dəstək olmaq istəyirdim. Baxın, faktımız da var. Elə yazırıq ki, qayğıkeş övladı idi, yəni qayğıkeş. Və qarşısına da yazırıq ki, anasına dəstək olmaq üçün yəni işləməyə başlamışdı. Daha sonra nə yazmaq olar? Daha sonra yazmaq olar. Orada amma yaddan çıxıb neçədən boşluq var idi. Şəkillər demişdim. Olsun, biz bir neçə dənə deyək. Məsələn, başqa nə demək olar? Çalışqan demək olar, zəhmətkeş demək olar, əməksevər demək olar. Bunlardan birini yazmaq olar. Əsaslandıra da bilərik ki, elə məktəbi bitirəndə, çünki deyir 11 sentyabrın 1-də məktəb yolunda olub.
Bir neçə ay sonra da, yəni növbəti 11 növbəti sentyabrda artıq işləyirdi. Bir sözlə yaza bilərik ki, deməli, məktəbi qutaranda işə girir zavodda. Zavodda işə girir, fəhləlik eləyir. Yəni çalışqanlığına aid sübut yaza bilərik. Yəni bu şəkildə yazsaq cavabımız doğru olacaq. Daha sonra mətn əsasən Eylirvin diaqramını doldurun. Eylirvində də uşaqlar dedi ki, usta və hansı obrazı idi? Usta və ana obrazının ortaq və fərqli xüsusiyyətlərini soruşurmuş. Hərəsinə aid səhv eləmirəmsə 2 dənə. Yəni hər Eylirvinə, elə bil ki, ustaya aid, usta Səlimə, anaya aid, bir də ortaq 2 dənə xüsusiyyət, yoxsa ortaq bir dənə nəsə elə bir şey. Deməli, nə yaza bilərik usta Səlimə? Yazmaq olar ki, qocaldığını düşündüyü üçün, yəni insanların onun haqqında mənfi düşünməsini istəmir və qocaldığı üçün artıq işinə davam eləyə bilməyəcəyini düşünür. Daha sonra ustaddır, təcrübəlidir, bunları yazmaq olar. Sonra qürurludur da yazmaq olar. Görürsünüz, insanlardan söz götürmək istəmir, bunu da yazmaq olar. Sonra ana obrazına yazmaq olar ki, məsələn, iki oğlu çətinliklə böyüdübsə, nə yazarıq? Yazarıq ki, elə bir çox çətinliklər yaşayıb, yəni övladlarını tək böyüdüb, daha sonra başqa xüsusiyyət yaza bilərik ki, bir də deyirdi ki, anam istəyir ki, mən təhsil alım. Deməli, anası Fuadın təhsil almasını, yəni övladının təhsil almasını istəyirdi. Bax, bunlar yazmaq olar. Ortaq cəhətdə yazmaq olar ki, ustaya da, anaya da hər ikisi zəhmət çəkdi. Elə bu şəkildə yaza bilərik. Hər ikisi Fuada doğru yol göstərirdi, məsləhətlər verirdi. Daha sonra 50-də isə deyir, altına xətt çəkilmiş cümlənin mətn səciyyəvi üslub xüsusiyyətlərinə uyğun zənginləşdirməklə yenidən yazın. Altına xətt çəkilmiş cümləmiz qaralamışıq. Deyir, indi mən anama dəstək olmaq istəyirdim. O qardaşımla məni tək böyütmüş, çox çətinliklər görmüşdü. Məsələn, çox çətinliklərlə üzləşmişdi yazmaq olar. Elə üzləşmiş söz, məsələn, məcazi mənada ola bilər. Daha sonra məsələn yaza bilərik. Çox məsələn yazmaq olar ki, cəhənnəm əzabı çəkmişdi. Bunu belə də yazmaq olar və yaxud da indi mən anama dəstək olmaq istəyirdim. O qardaşımla məni tək böyütmüş, çox əzab əziyyət çəkmişdi. Məsələn, əzab əziyyət çəkmək, bunu yazmaq olar. Daha sonra ümumiyyətlə məcazi mənalı hər hansı bir təşbih və yaxud da frazoloji birləşmə yazsaz, onlar da doğru olacaq. Və yaxud da anamın əlindən tutmaq istədiyimə görə, daha doğrusu indi mən anama dəstək olmaq yazıb, mən anamın əlindən tutmaq istəyirdim. O qardaşımla məni tək böyütmüş, boya başa çatdırmış, bu da olar. Çox çətinliklərlə üzləşmişdi. Bax, bu şəkildə yaza bilərsiniz və yaxud da bu məzmunda yenə deyirəm, məcazi mənası düzgün olan ifadələr yazmışsa doğrudur. Bu arada biz 49-cu sualı unutduq. Deməli, insan həyatda öz yerini tapanda əsl xoşbəxtliyə çatır aforizmini mətnlə əlaqələndirərək yazın. Bunu necə yazmaq olar? Məsələn, deməli yaza bilərik ki, Fuad ilk öncə yəni məktəbi bitirdikdən sonra zavodda işləyir 1 il. Daha müdrik insanlarla, ustalarla tanış olur, ustaları ona bu işin incəliklərini öyrədir. Və amma yəni o əslində belə deyək də, çalışqanlığını yenə də burada göstərə bilsə də, amma hamının ümidi onun yəni başqa yerdə olmasını, alim olaraq görmək istəməsini deyə bilərik. Sonra anasının onu təhsilli biri olaraq görmək istəməsini deyə bilərik. Və axırda o da öz yerini həqiqətən də tapır. Deməli, elə bil ki, fəhlə tələbə olur. Yəni həm işləyir, həm də tələbə olmuş olur. Yəni hər iki arzusunu reallaşdırıb özünü həqiqətən də həyatda tapmış olur, öz yerini tapmış olur və arzusuna çatıb özünü xoşbəxt edir. Vəssalam, bu şəkildə yazmaq olur və yaxud da bu məzmunda hər hansı bir fikir yazsaz doğru olmuş olacaq. Daha sonra növbəti mətni oxuyaq. Bəli, gənclər, mən mətni oxudum və qayıtdım. Yəqin ki, siz də oxumusunuz. 51-ci sualda əvvəllər Rum rəqəmi yazılmış hansı cümlə mətndən çıxarılsa, məzmuna xələl gəlməz.
Aha, xələl gəlməz deyir. İşte dəqiqə. Deməli, burada baxaq. Bu zaman Tanrı Enki kral Ziusudraya böyük daşqın olacağı barədə məlumat verir. Bu cümləni çıxarsaq, əslində bir dəqiqə baxaq. Birincini yox saysaq, deməli, əvvəl və sonranı oxuyaq. Tufan əfsanəsinə görə bir gün tanrılar insanları cəzalandırmaq istəyirlər. Kral Ziusudraya böyük daşqın olacağı barədə məlumat verir. Daha doğrusu bir dəqiqə bu cümləni çıxmışıq. Oraya bütün canlılardan bir cüt toplayır. Axı, oraya desə bilməyəcək haraya, yəni gəmi düzəltdirməsi vacibdir. Ona görə də biri çıxsa xələl gələcək. Həmişə ümumiyyətlə bu tip suallarda bu taktikanı yoxlaya bilərsiniz. Yəni o cümləni çıxarıb əvvəl və sonranı oxuya bilərsiniz. Bu olmadı. İkinci cümləyə baxaq. Deməli, tezliklə sel başlayır. Bütün dünyanı su basdıqdan sonra Ziusudra havaya bir göyərçin buraxır. Həmin göyərçin. Yenə bu cümləni çıxarsaq həmin göyərçin. Hansı göyərçin bilməyəcək axı. İçini də çıxarsaq xələl gəlir. 3-ə baxsaq sonra bir qaranquş göndərir. O da geri qayıdır. O da geri qayıdır deyəndə bunu çıxarsaq nə geri qayıdır bilməyəcəyik. 3 də olmur. 4-də arxeoloji araşdırmalar Şumer bölgəsinin zaman-zaman güclü daşqınlara məruz qaldığını təsdiqləyir. Bunlardan Ur şəhərindəki bunlardan yenə əvvəli çıxarsaq bunlardan nələrdən olacaq bilməyəcəyik. Elə 5 qalır, amma 5-ə baxaq. 5-imiz hardadır? Deməli, bunlardan Ur şəhərindəki daşqın izləri daha aydın görünür. Burada aparılmış araşdırmalar qədim bir mədəniyyətin 2,5 metr qalınlıqda palçıq qatının altına qaldığını üzə çıxarmışdı. Bunu çıxaraq oxuyaq görək xələl gəlir, yoxsa gəlmir. Deməli, bunlardan Ur şəhərindəki daşqın izləri daha aydın görünür. Şumerlərin qarşılaşdığı təbiətə, bəli, bu onun sadəcə dərinlikdə olmasından bağlı deyir. Yəni, əvvəl və sonranı bu cümləni çıxarsaq, əvvəl və sonrada heç bir uyğunsuzluq olmur. Ona görə də deməli bunu çıxarsaq məzmuna xələl gəlməz və cavab olur A variantı. Daha sonra 52-də mətn əsasına cədvəldəki uyğun fikirlər. Yenə uyğunu soruşur bizdən. İndi baxaq. Deməli, araşdırmalar sübut etmişdir ki, Şumer bölgəsində ilk daşqın Ur şəhərində baş vermişdir. Ur şəhərində baş vermişdir. Burada yazıb ki, arxeoloji araşdırmalar Şumer bölgəsinin zaman-zaman güclü daşqınlara məruz qaldığını təsdiqləyir. Bunlardan Ur şəhərindəki daşqın izləri. Amma demir ki, ilk. Ona görə də səhvdir bu. Bir olanları çıxaram. Şumer mədəniyyəti yeni mədəniyyətlərin yaranmasına rol oynamışdır. Bəli, bunu həmin bu cümlə var idi mətndə. Ona görə də 2 olmayanda çıxırıq. 2-ni götürürük. Yanlışın altında yazıb ki, Şumerlərin qədim tayfalarla ticarət əlaqələri olmuş. Bu var idi axı ticarət əlaqələri olması. Amma bunu gətirib səhvin içində yazıb. Ona görə də bu səhv olmuş olacaq. Ona görə 3-ü çıxırıq, B qalır. Həmin bu cümləni hətta tapaq, ticarət əlaqələri məsələsini sizə göstərmək üçün. Tapsaq amma deməli. Şumerlərə ticarət əlaqələri qurması ilə bağlı olmuşdur. Ticarət əlaqəsi var. Bu yazıb ki, yanlışdır, yanlış deyil. Yer olaraq səhvdir. Şumerlərin digər ərazilərə yürüş və hücumları onların yaratdığı əfsanənin bir çox xalqlar arasında yayılmasına səbəb olmuşdu. Şumerlərin yürüyüşündən danışmır burada. Ona görə də yanlışdır, amma yanlışın altında verdiyi üçün doğrudur. 4-ü götürərik. Ehtimala da yazıb ki, Şumerlər Mesopotamiya arasında məskunlaşmışdılar. Deməli, Mesopotamiya sözü harda keçirdi? Bir dənə nəzər salsaq. Şumer bölgəsinin zaman-zaman güclü daşqın yox, burada deyil idi. Deməli, burada yoxdur ümumiyyətlə o. Var. Yazıb Mesopotamiya arasında davamlı yürüş və hücumları, köçləri, eləcə də onların Şumerlərə ticarət əlaqələri qurması ilə bağlı olmuşdur. Bu, qədim tayfaların Şumerlərin yaşadığı Mesopotamiya ərazisində. Şumerlərin yaşadığı Mesopotamiya ərazisidirsə, bu faktdır. Amma gətirib bunu ehtimala yazıb. Ona görə də səhvdir. Tufan əfsanəsinin yaranması Ur şəhərindəki daşqınla bağlı olub. Ola bilər, çünki orada da yazmışdı, güman edilir. Həmin fikir orada da var idi. Ona görə də bunu elə güman edilir olaraq götürürük və 6 olacaq. 2, 4, 6. Hətta o cümləni sizə göstərək. Deyə bilərsiniz, o faktdır, amma fakt deyil. Orada da yazmışdı ki, ola bilər. Yəni, ehtimal olunur. Deməli, o hardaydı ancaq?
Güman ki, Tufan əfsanəsinin yaranması da Ur şəhərindəki daşqınla bağlı olmuşdu. Güman ki, yəni bu da güman eləyir. Mətn əsasən ehtimalda ehtimal altına yazıb doğrudur. Daha sonra 53-də mətnin tərkib hissələri, yəni giriş əsasına hissə ilə bağlı doğru fikirlər soruşur. Seçək. Mətnin giriş və nəticə hissəsində bir-birinə zidd olan fikirlər verilib. Girişdə nədən danışır? Ən qədim xalqlardan biridir. Ən qədim yazının müəllifləridir. İlk təkəri 60-lıq hesablama sistemi Şumerlər yaradıb. Bir çox əsərlər yazıblar. Miflərdən qaynaqlanır. Elə neticədə də əslində bunun təsdiqi var idi də. Yeni mədəniyyətlər yaradıb. Dünya xalqları mifologiyasına təsiri mümkündür. Əslində təsdiqini görürük, nəinki zidd. Bu yanlışdır. Nəticə isə də məntiqi əlaqəni pozan cümlə işlənmişdir. Burada məntiqi əlaqəni pozan cümlə yoxdur. Hər şey qaydasında, dünya xalqlarının təsir edib mifologiyasına. Daşqınlardan sonra məcrasına çəkilən çayların yerində qalın cillil qatı qalırdı cümləsinin. Mətnin 7-ci abzasını artırsaq, cümlələr arasındakı məzmun ardıcılığı pozulmaz. Birinci mətnin 7-ci abzasını tapaq. Deməli 1, 2, 3, 4, 5, 6 və 7. 7-ci abzasımız. İndi deyir ki, deməli, daşqınlardan sonra məcrasına çəkilən çayların yerində qalın cillil qatı qalırdı cümləsinin mətnin 2-ci abzasına. Yəni, bura artırsaq ardıcılıq pozulmaz. Axı, burada ondan danışmır axı. Burada deyir, qədim Şumerlərin yaratdığı əfsanə bir çox dünya xalqlarında. Burada çayın axması, nə bilim, onun daşqınlardan sonra məcrasına çəkilən çaylar söhbəti deyil axı. Bu abzas axıra qədər oxusuz. Ona görə də yanlışdır. Bunu da götürmürük. Tarixdə ilk dəfə dövlət quran, idarəetmə sistemi yaradanlardan biri də onlar da cümləsi ilə mətnin giriş hissəsini genişləndirmək olar. Olar əslində, çünki buradakı ilkləri yazıb da, ilk filan şeylər eləyiblər. Ola bilər ilk bunu da yarasınlar. Elə cavab D variantı olacaq. Mətnin əsas hissəsində Şumerlərin məşğuliyyəti başlığını vermək olar. Əsas hissəsində məşğuliyyət sözü deyil. Məşğuliyyət sözü burada yoxdur, çünki əfsanədən danışır, mifologiyasından danışır. Daha sonra qarşılaşdığı təbiət hadisələrin onlara təsirindən danışır. Ona görə də bu doğru deyil. Bunu da götürməliyik. Daha sonra 54-də mətnə əsasən hansı suallara cavab tapmaq mümkündür? Tanrılar insanları nə üçün cəzalandırmaq istəyirlər, onu bilmirik. Bir olanları çıxırıq. Kral daşqının olacağından necə xəbər tutur? Qaranquş canlılar 3 sənə canlı göndərir, axırıncı qayıtmır, oradan bilirdi. İçindəyik götürək. Ziusudranın havaya uçurduğu göyərçin nə üçün geri qayıdır? Nə üçün geri qayıdır? Daşqın olmayacağı üçün əslində cavabını tapmaq olar. Yenə də qalsın. Ur şəhərindəki daşqın neçə gün davam etmişdi? Neçə gün yox idi? 4-ü dəqiq çıxarıq. Ona görə də cavab Y variantı qalır. Ziusudra suyun çəkildiyini necə anlayır? Suyun çəkildiyini baxaq. Ziusudra ümumiyyətlə haradaydı? Bütün canlılardan bir cüt toplayır. Sonra sel başlayır. Su basdıqdan sonra Ziusudra havaya göyərçin buraxır. Yer tapmayıb gəmiyə qayıdır. Sonra bir qaranquş göndərir. O da geri qayıdır. Qarığa geri dönməyəndə suyun çəkildiyini anlayır. Bəli. Deməli, elə cavabımız olacaq 2, 3 və 5, yəni Y variantı. Nə üçün geri qayıdır? Bu 3-ə qayıtsaq. Havaya uçurduğu göyərçin nə üçün geri qayıdır? Deməli, bütün dünyanı su basdıqdan sonra Ziusudra havaya bir göyərçin buraxır. Həmin göyərçin qonmağa yer tapmadığı üçün cavabını verib. Daha sonra 55. Mətnin tezislərinə aid edilə bilməz. Tez demişdim düşəcək və düşdü də. Tezis ümumiləşmiş fikirdir həmin hissələrə aid. Baxaq. Eyni mövzuya müxtəlif xalqların mifologiyasına rast gəlmək olar. Bu var idi. Bir olanları çıxırıq. Yəni təbii fəlakətlərlə bağlı fərqli versiyalar var idi. Bunu çıxdıq. Şumerlər digər xalqların mifologiyasına müraciət ediblər. Bu doğrudur. Yox. Şumerlər digər xalqların deyir. Yox. Digər xalqlar Şumerlərin, incə bir fərq var burada, səhvdir bu. Ona görə 2-ni götürək. Sonra Şumerlər daşqınlardan qorumaq üçün yaşayış yerlərini daim dəyişmişlər. Belə bir nəticədə çıxmır. İnsanlar bütün təbii fəlakətlərin qarşısını tamamilə ala bilərlər. Elə belə bir nəticədə çıxmır. Arxeoloji araşdırmalar Şumer bölgəsində baş vermiş hadisələr haqqında məlumat verir. Bəli. Arxeoloji araşdırmalardan bol-bol danışmışdı. Ona görə də cavab olacaq 2, 3, 4.
Daha sonra 56. 56-da deyir ki, mətn əsasən cədvəli tamamlayın. Bu cədvəl də səbəb nəticə əlaqəli cədvəldir. Və burada nəyin səbəbini, nəyin nəticəsini soruşurdu. O cədvələ baxa bilərsiniz əslində. Böyük ehtimal artıq mən videonu yayımlayanda etalon da çıxmış olacaq. Yəni oradan da baxa bilərsiniz. Tam olaraq yadımda deyil. Şagirdlər demişdi. Yəni çətin bir sual deyil idi. Şumerlərin yaşadıkları yerlə bağlı nəsə sual verib ya da yoxsa onu mu yazıb şagirdlərim? Nəsə belə bir şey idi. Səbəb nəticə əlaqəli 2 dənə bir şey verib. Birinin nəticəsini soruşurmuş desəm, birində səbəbini. Bir sözlə şumerlərlə bağlı, yəni mətnlə bağlı, rahat oradan seçib yaza biləcəyiniz bir şeylərdir. Sual tam olaraq yadımda olmadığı üçün, ona görə əlimizdə olmadığı üçün, ona görə də bunu tam olaraq deyə bilməyəcəm, amma rahat sual idi. Mətndə nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Deməli, mətndə nöqtələrin, daha doğrusu 56-nı silmişdik, 57 qalıb. Əvvəlinə işarə qoyulmuş sözlər əsasında cədvəli doldurun. Əvvəlinə işarə qoyulmuş sözləri birinci tapaq. Birinci sözümüz quru sahə tapır. Quru sahə. Burada informativ poetik məsələsidir. Quru sahə əlbəttə ki, informativdir, həqiqətən qurudur. Biz onu poetik funksiyada işlədə bilərik. Məsələn, quru bir kəlmə ilə təbrik etdi və yaxud da quru bir sözlə təbrik etdi və s. Bu şəkildə yazmaq olar. Sonra üzləşərkən yazıb ki, sel fəlakətləri ilə üzləşərkən, sel fəlakətindən üzləşmək olmur da, üzbəyüz dayanmaq olmur, ona görə də məcazidir. Biz onu həqiqətən işlətsək, yazırıq ki, yolda dostumla üzləşdim və yaxud da nə bilim, biz onları üzləşdirdik və s. Belə bu şəkildə yazmaq olar, rahat sual idi bu da həmçinin. 58-də mətn nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın deyir. Nöqtələr hardaydı? Bir dənə baxaq. Deyir ki, burada abzas oxumaq lazımdır. Deyir, təbii hadisələrin səbəbini qavramayan, yaşadığı ərazinin coğrafiyası haqqında kifayət qədər bilgilərə malik olmayan şumerlər məskunlaşdığı və tanıdığı əraziləri bütün dünya kimi təsəvvür edirdilər. Buna görə də böyük sel fəlakətləri ilə üzləşərkən bu hadisəni ümumdünya daşqın kimi qəbul etmişdilər. Lakin şumerlərin düşüncələrinin əksinə olaraq, bütün dünyanın yaxud bir ölkənin dağları aşacaq səviyyədə bir daşqına məruz qalmasının mümkünlüyünü elm təsdiq etmir. Baxın, elə bunu istisdi. Çünki lakin qoyub da, deməli belə bir şeyin mümkünlüyü yoxdur. Bunu da yaza bilərik ki, təsdiq etmir. Buna uyğun hər hansı bir ifadə yazsaz düzgün üstü bizə məcazi falan soruşmur. Nə bilim, təsdiq etmir ya da sübut etmir kimi şeylər yazsaz cavabınız doğru olacaq. Və yaxud da bu məzmunda ağlınıza hər hansı bir sinonim gəlibsə, o doğru olmuş olacaq. Daha sonra 59. Mətn əsasən cədvəl tamamlayın. Burada müddəa fakt demişdim düşəcək, həqiqətən də düşdü. Ümumiyyətlə hamısı videoya baxa bilərsiniz. Videoda dediklərim idi, elə 90% düşmüşdü. Ümid edirəm ki, hər biriniz yaza bilmişsiniz. Deməli, amma yadımdan çıxdı orada şagirdlərimin dediyinə əsasən ki, müddəanı mı verib faktı soruşurdu, yoxsa faktı mı verib müddəanı soruşurdu. Yenə şumerlərlə bağlı bir fikirləri idi. Onu da ümid edirəm ki, yəni etalon çıxanda etalondan da baxa bilərsiniz, müqayisə edə bilərsiniz. Çox rahat idi, yəni burada çətinlik yox idi. Bir daha deyirəm, müddəa ümumiləşmiş fikirdir, fakt isə ona aid, onu təsdiq edən sübutlardır, faktlardır. Şumerlərə aid nəsə ümumi fikir imiş. Deyəsən şagirdim yazmışdı. Şumerlərin dünyaya bir çox faydaları olub, belə bir şey yazmışdı. Faktlarda da yazılmışdı ki, ya o yazıb, ya da yazılmışdı orada. Ki, nə bilim, 60 orada var idi girişdə. 60-lıq hesablama sistemini şumerlər yaradıblar. İlk təkəri şumerlər yaradıblar. Ən qədim yazı şumerlər, daha doğrusu ən qədim yazı aşağıdaydı. Haradasa aşağılardaydı ki, ən qədim yazıda onlara aid və s. Yəni bu kimi faktlar yazmışlar, amma yadımda deyil orada müddəanı mı soruşmuşdu, yoxsa faktı mı soruşmuşdu. Daha sonra 60. Üzərində rəqəm yazılmış sözlərin kontekstə əsasən mənasını müəyyən edin. Üzərində rəqəm yazılmış sözlər, bir dəqiqə baxaq. Deməli, üzərində rəqəm yazdığı ilk sözümüz hansıdır? Palçıq qatının altında qaldığını üzə çıxarmışdır. Palçıq qat nədir? Təbəqə. Palçıq təbəqəsinin
palçıq təbəqəsinin altında qaldığını yazmaq olar. Sonra 2-də təbiət hadisələri səbəbini qavramayan, anlamayan, məsələn, anlamayan yaza bilərik və yaxud da bu məzmunda nəsə yazmısınızsa sinonimlər olaraq doğrudur. 3-cü sözümüz hanı? Davamlı. Mesopotamiya ərazisində davamlı yürüş və hücumları. Davamlı şəkildə, yəni müntəzəm də yaza bilərik və yaxud da yəni ardıcıl şəkildə, ardıcıl da yaza bilərik və yaxud da arası kəsilməyən və s. kimi şeylər yazmaq olar. Və suallarımız bitdi. Əziz şagirdlər, ümid edirəm hər biriniz o görmək istədiyiniz balı cavablar çıxanda ekranlarda görərsiniz. Hər birinizin ürəyincə olar imtahan edəcəniz. Bundan sonra imtahan verəcəklərə də uğurlar və bol-bol şans arzu edirəm. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik. Dişdən sonra bir şeyi tapmışam. Demək ki, yazmadı.